Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz millətim. Bilirsiniz ki, dünən bizim ölkəmizə qarşı Avropa parlamenti qərar qəbul edib, bizim ölkəmizə qarşı güya insan hüquqları ilə bağlı, güya nə bilim nə və ilaxır. Məndə bir maraqlı bir şey ağlıma gəlir. Bu parlament, Avropa parlamenti bizim ölkəmiz haqqında necə qərar qəbul edə bilər ki, biz Avropa Birliyinin üzvü deyilik. Demək, belə anlaşılan budur ki, bunlar öz səlahiyyətlərini, öz hədlərini aşırlar. Həmişə olduğu kimi, yəni Azərbaycanın hər hansı bir, bildiyiniz kimi, Azərbaycanın hər hansı bir nailiyyəti olanda, istər siyasi, istər elmi, mədəni, hər hansı bir nailiyyəti olanda görürsünüz ki, Avropa parlamentarları tərəfindən Azərbaycan hansısa bir qınaq predmetinə çevrilir, Azərbaycanın ünvanına müxtəlif fikirlər söylənilir Azərbaycanın dövlətçiliyinə qarşı və bu gün də onun davamı idi. Maraqlı bir şeydir. İndi gəlin belə ayırt edək. Azərbaycan haqqında bu günləri o parlamentdir ki, o parlamentin üzvləridir ki, yarısından çoxunun adı korrupsiyada, cinayətdə hallanır. Avropa parlamentinin birbaşa spikerinin müavini haqqında cinayət işi var. Və burada İslamofobiya var, nə bilim və ilaxır. Ümumiyyətlə parlamentlərin arasında, həmin o Avropa parlamentləri arasında yenə təkrarlayım, cinayətkar qruplar olduğu kimi digər qruplaşmalar da var oradakı, hansı ki müxtəlif dövlətləri öz hədlərini aşaraq qınaq predmetinə çevirirlər, onların ünvanına olan olmaz sözlər işlədirlər. Əslində qalsa demokratiyanı pozan elə bulardır. Demokratiyanın beşiyi Avropadır deyə əsl demokratik o anlayışı, demokratik bir anlayışı pozan, o anlayışa qarşı gedən Avropalılar özləridir. Avropalılar özləridir. Necə ola bilər ki, sizin üzvünüz olmayan bir dövlət haqqında siz fikir formalaşdırmağa çalışırsınız dünyada. Dünyada və kimlər? Adları korrupsiyada hallanan cinayətkar bir parlament üzvləri tərəfindən. Biz Azərbaycan ictimaiyyəti olaraq, biz ümumiyyətlə bu Avropanın lap ilk günlərdən, lap o ATƏT Minsk qrupu yaranandan başladılar ki, Avropanın güya ATƏT Minsk qrupudur, bu güya Qarabağ problemlərini həll edəcək, Qarabağ məsələsini həll edəcək. Başladılar bizi 2 il, 3 il ki, artıq aldatmağa başlayandan biz Avropalıların səmimiyyətinə inanmadıq. Və gördüyünüz kimi də 30 ilə yaxın Avropanın Minsk qrupu Qarabağla bağlı heç bir qərar qəbul etmədi. Əslində, əksinə Qarabağda hər zaman hərbi münaqişəni qıcıqlandırdılar, hərbi münaqişəni artırdılar. Ermənistan tərəfi daima həmin bu ATƏT Minsk qrupunun üzvü olan dövlətlər Ermənistanı daima silahlandırdılar. Onlara və digər yardımlarda bulundular ki, Azərbaycanın torpaqlarını işğal altında saxlamağa davam eləsinlər bunlar. Və bununla da, həmən bununla da Azərbaycan dövlətinin rəhbərliyini təzyiq altında saxlayırdılar. Bildiyiniz kimi bütün seçkilərdən sonra bunlar dururdular, Azərbaycanda bəyanat verdilər, seçki qutan kimi saxta keçirildi. Yaxşı, bunu bildik. Bəs yaxşı, Azərbaycanın bu idman sahəsində, mədəniyyət sahəsində, elm sahəsində hər hansı bir o nailiyyətləri olanda niyə görə bəyanat verirdiniz? Niyə bəyanat verirsiniz ki, cürbəcür müxtəlif Azərbaycanda Eurovision keçirildi, onunla bağlı bir
ağzı axlıca gələn danışdı, düzgün keçirilmədi, nə bilim filan ilmədi. Ümumiyyətlə Azərbaycanın ağıllı bir insan bunu kənardan da olsa dərk eləyər ki və görər ki, yəni bu kənardan baxanda sezilir bu. Bu çox sezilir. Görək ki, Azərbaycana qarşı ikili standartlarda olublar Avropa Birliyi. Hər zaman. Söz yox, bizi için bir Azərbaycan ictimaiyyəti olaraq bizi için əhəmiyyətsiz bir sənətdir bu dəqiqə hal-hazırda onların qəbul elədiyi sənət. Amma indi deyə bilərsiniz ki, nəyə görə bu günlər Azərbaycan Milli Məclisi əgər əhəmiyyətsiz bir sənətdirsə, nəyə görə Azərbaycan Milli Məclisi bununla bağlı bir bəyanat verirdi? Ona görə bəyanat verir ki, bunlar regionda siyasi gərginliyi artırırlar. Siyasi gərginliyi artırırlar. Bu bəyanatlarla. Ona görə də biz dövlət olaraq indi Milli Məclisdə bununla bağlı bir qərar qəbul elədik. Biz artıq bu gün Avropanın Azərbaycanın daxilində, Azərbaycanın içərisində yerləşdirdiyi o şəbəkələr ki var, artıq biz onları da tanıyırıq və həmin adamların mövqelərini də bu günlər biz görürük də və bilirik də. Hansı mövqedədirlər və hər birimiz də tanıyırıq onları. Ona görə də bizim Avropanın Azərbaycan haqqında çıxardığı hər hansı bir sənəd, hər hansı bir qərar biz Azərbaycanlılar tərəfindən əhəmiyyətsiz qəbul olunur. İndi kimlərsə ola bilər ki, sizin o əlinizin altında işləyən adamlar ki var Azərbaycanın daxilində, onlar sizi şişirdərlər və onlar durub mənim indi bu danışıqlarıma mənə qarşı orada bir fikir bildirərlər ki, elə deyil, belədir. Onlar azlıq təşkil edir Azərbaycanda. 5 nəfər, 10 nəfərdən heç bir şey olmur. Azərbaycan müstəqil suveren dövlətdir. Azərbaycan öz siyasətini özü qurur. Azərbaycan öz siyasətini özü istiqamətləndirir, özü yönəldir. Azərbaycan xalqının da demək olar ki, 95%-i Azərbaycan rəhbərliyinin yanındadır, onu dəstəkləyir. İndi mənim haqqımda müxtəlif sözlər burada yəqin ki, indi deyəcəksiniz və bu videonun altında da yazanlar da olacaq müxtəlif şeylər. Bizim için əhəmiyyətsiz olar. Biz olanı deyirik. Biz olanı deyirik. Azərbaycan suveren müstəqil dövlətdir. Azərbaycan haqqında biz hesab edirik ki, dünən Azərbaycan haqqında Avropa Parlamenti tərəfindən çıxarılan qərar qərəzçilik xarakteri daşıyır. Həmişə olduğu kimi və bizim üçün, ölkə ictimaiyyəti olaraq bizim üçün əhəmiyyətsizdir o. Və bir daha buradan təkrar edirəm ki, biz Avropanın üzvü deyiliksə və heç bu haqda düşünmürüksə, heç bizim buna meyilliliyimiz də yoxdur, həm dövlət olaraq, həm ictimaiyyət olaraq. Yəni biz heç ora inteqrasiya olmaq da istəmirik, həm millət, həm dövlət olaraq. Həm xalq olaraq. Ona görə də sizin bizim haqqımızda çıxartdığınız qərar sizin o sərhədi aşmağınızdır. Özünüz bilərsiniz. Yenə də biz sizin sənədinizi əhəmiyyətsiz hesab edirik Azərbaycan ictimaiyyəti olaraq və sadəcə buna gülürük. Gedin özünüzün içərinizdə olan cinayətkar qruplarla məşğul olun, korrupsiya, rüşvətxorluq bataqlığında batmış Avropa Parlamentinin üzvlərinlə məşğul olun, öz içinizi özünüz təmizləyin, Azərbaycanın işinə qarışmayın. Tanrı Azərbaycanı qorusun, Tanrı Türkü qorusun, eşq olsun bu millətə, eşq olsun Azərbaycan dövlətinə. Sağ olun.